Hər bir nəslin bir ağsaqqalı, bir böyüyü, bir müdiri olur. Bu nəslin də ağsaqqalı Hacı Müzəffərdir. İndi biz Hacı Müzəffəri dəvət edirik bura. Onun müdrik sözlərini, ağsaqqal sözünü eşitmək istəyirik. Buyurun. Xoş gördük. Hamını salamlayıram. Mən Ceyhunun çox əziz, yaxın qohumuyam. Həm ailənin adından, Hacı Tofiqin adından, Ceyhunun anası Mədinə xanımın adından, bütün kəndimizin adından, öz adından sizə bu məclisə gəldiyinizə görə təşəkkürümüzü, minnətdarlığımızı, hörmət və ehtiramımızı bildiririk. Nailə xanımı biz hər həftə görürük. Onun apardığı o çox xoş gələn verilişlər bizə ürəkdən təsir eləyir. Bu gün də çox haqlı olaraq Nailə xanım dəvət olunub. Ötən günləri xatırladı. Bunun özü bir rəmzi məna daşıyır. Siz bizə həmişə ötən günləri xatırladırsınız. Bu gün də o xatırlamalardan biridir. Çox maraqlı bir məclisdir. Qapıdan girənlərin hər birinə baxanda adam məəttəl qalır ki, Hacı Tofiq nətər bunları seçibdir. Müqtədil adamlardır. Hər birinə baxanda adamın tükləri biz-biz olur. Hər biri millətimiz üçün, dövlətimiz üçün, xalqımız üçün müqtədil adamlardır. Öz sahəsində xüsusi yeri olan adamlardır. Elə adamlar görürəm ki, nətər deyim, fəxr edirəm o adamlarına. Bugün bizim məclisimizdə şəhid analar iştirak edir. Şəhidlərin xanımlar, həyat yoldaşları iştirak edir. Şəhid bacıları iştirak edir. Şəhid ataları iştirak edir və s. Bugün bizim məclisimizdə yenə deyirəm, elə adamlar var ki, onlar Azərbaycan üçün tarixi şəxsiyyətlərdir. Bizim məclisimizdə bugün iştirak edir Azərbaycan ordusunun döyüşkən generalları. Aydemirov kimi dahi nəhəng bir general. Çox tanınmış hərbiçilər, hərbi jurnalistlər. Məclisimizdə iştirak edir ədəbiyyat, incəsənət xadimləri. Məclisimizdə iştirak edir qazilərimiz. Baxanda adamın başı fırlanır. Öz həyatlarından keçiblər, ayaqlarından keçiblər, əllərindən, qollarından keçiblər, bizim üçün keçiblər. Belə adamlar bizim məclisimizdə iştirak edir. Görün necə adamlar iştirak edir. Bu adamlar bizə, Hacı Tofiqə, bu ailəyə, bu məclisə gəlməklə şərəf veriblər. Təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Mən indiyə qədər Ceyhunumuzun 3 məclisində çıxış eləmişim. Bir Gəncə kəndinin məscidində 3 məclisinin sonunda, bir Bakıda Heydər məscidində məclisin sonunda, bir də ili münasibəti ilə Gəncə kəndində keçirilən məclisin sonunda hər 3 çıxışım çox bədbin olub. Çox bədbin. Bugün mən bədbin danışmayacağım. Bugün mən nikbin ruhda danışacağım. Nəyə görə? Birinci, bütün sivil İslam dünyasında
belə bir ənənə var. Vətən yolunda həlak olanların bir ili keçəndən sonra onun üçün ağlamırlar. Birinci ildən sonra onlar üçün ağlamırlar. Yalnız və yalnız onların bugünkü kimi yada salınır, xatirələri vərəqlənir, onun keçdiyi yol qiymətləndirilir, onun şəxsiyyətinə qiymət verilir. Hacı Tofiqdən Mədinə xanımdan dəfələrlə üzr istəyirəm, ona görə ki, demək asandır. Amma o hissləri keçirmək çox çətindir. Belə hesab edirəm ki, bugün Ceyhunumuzun ad günüdür, şad günüdür. Ceyhunumuzun universitetə daxil olma günüdür, onun qonaqlığıdır. Universiteti bitirmə məclisidir. Magistraturaya daxil olma, magistraturanı bitirmə məclisidir. Onun evinin, otağının açılış məclisidir. Qəlblər sıxılmasın, onun xəyalən toy məclisidir. Ceyhun sözün əsl mənasında adına uyğun bir ömür yolu keçib. Ceyhun sözünün 5 mənası var. Birinci, Ceyhun aşıb daşan, gür axan çeşmə deməkdir. İkinci, Müqəddəs Tövrat kitabında cənnətdə 3 çeşmənin adı çəkilir. Bu 3 çeşmədən birinin adı Ceyhun çeşməsidir. Üçüncü, ədəbiyyatda və xalq arasında bir-birindən aralı düşmüş iki aşıqın gözlərindən axan yaş mənasındadır. Belə də deyərlər. Göz yaşı sel kimi axırdı. Dördüncü, Ceyhun sözü Göyhun, göy türk sözündən əmələ gəlir. Göy uca, böyük, Tanrının yanında mənasını verir. Bizə gəlib çatan onun ən rahatlaşmış bir formasıdır. Yəni uca, böyük Hun, uca, böyük Türk. Bəxtiyar Vahabzadənin Göy Türklər tamaşasına çox baxmışıq. Özümüzü kəsən qılınc tamaşasına çox baxmışıq. Ona görə də burada oturanlar, mən əminəm ki, o tamaşaya baxıblar, baxmayanlar bir də baxsınlar Ceyhun sözünün mənasını, Ceyhunun, Göyhunun böyüklüyünü, dahiliyini bir daha görsünlər. Ceyhun öz adı ilə dünyaya gəlmişdi. Elə belə də böyüyürdü, belə də yaşayırdı, belə də inkişaf edirdi. Axı istedadlar heç vaxt çox yaşamırlar. Çünki onlar heç vaxt sakit dayana bilmirlər. Daim tələsirlər, qaynayırlar, coşub daşırlar. Daim hərəkətdə olurlar. Mübariz İbrahimov kimi, Xudayar kimi, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun hünərinə, milli qeyrətinə görə ermənilər onu Tərtərin Çaylı kəndində 22 yaşında qətlə yetirdilər. Böyük fəxr ilə, həvəs ilə, gülə-gülə, vətən yaxşıdır manısını dağın başında, əskərlər arasında oxuyan Xudayar Yusifzadə də 22 yaşında Zəngilanın Ağbənd qəsəbəsinin uğrunda gedən döyüşlərdə yenə də 22 yaşında ermənilər tərəfindən qətlə yetirilib. Lakin Xudayar təsnifi hamının qəlbində əbədi yaşayır. Vətən yaxşıdır təsnifini Xudayar sanki Ceyhunumuzun dili ilə deyir və oxuyanda belə də oxuyur. Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başında tufan göründü. Xəzər dənizin tək eşqinlə coşdum. Xəyallar içində sanki bihuşdum. Vətən arzusuyla qaynayıb daşdım. Tufanlar qarşımda dastana döndü. Deyirlər bülbülə vətən yaxşıdır. İnsan üçün laləzar vətən yaxşıdır. Ceyhun, sorma vətən nədən yaxşıdır. Axı adı gəlcək könlüm xəndan göründü. Xalq qəhrəmanı Babəki də vətən yolunda ərəblər 39 yaşında asıblar. Böyük şairimiz Nəsimini dərk etməyənlər 48 yaşında onun dərisini diri-diri soyublar, öldürüblər. Çünki onlar milli qeyrətlilər idilər. Vətənini anası qədər sevirdilər. Ceyhunumuz da belə idi. Vətən üçün yanırdı. Əmisinin qisası onu boğurdu. Dekan idim. Bir tələbəm ərizə ilə gəldi yanıma və dedi, anam mənə demişdi, ana ilə vətən bir tamın iki parçasıdır. Anamı qoruya bilmədim, anam öldü. İndi mən vətənimi qorumağa gedirəm. Getdi, hayf ki o da şəhid oldu. Soy adını vətən oğlu kimi götürən şairimiz Bəhmən Vətənoğlunun elə insan olasan ki, şeirinə mən bir nəzirə yazmışam. Elə insan olasan ki, dünya sənə valih ola. Dünya valih olmaq üçün canda gələk qeyrət ola. Canda qeyrət olmaq üçün qanda gələk hünər ola. Qanda hünər olmaq üçün atasından, babasından, nənəsindən eşitdiyi nəsiyyəti, vəsiyyəti bir əskər tək uca edən Ceyhun kimi ləyaqətli igid ola. Bu nəzirə Ceyhunumuz üçün yazılıb. Çünki çox hünərli idi, çox qeyrətli idi, çox ləyaqətli idi, millətinə və dövlətinə çox bağlı idi, vətənpərvər bir cavan idi. Millətimizi və dövlətimizi gedib gördüyü, oxuduğu, yaşadığı ölkələrdə ləyaqətlə təmsil edirdi. Şərəfini qoruyurdu, qeyrətini çəkirdi, bayrağını uza tutur və onunla fəxr edirdi. Bilirdi ki, böyük vətən var, ana var, vətən var, qədir bilən dövləti var, güclü ordusu var, vətənini işğaldan azad edən qalib sərkərdəsi, yenilməz prezidenti var. O bununla fəxr edirdi və olduğu xarici ölkələrdə daim bunu təbliğ edirdi. Dünyada tanınmış Ada Universiteti və Tel Aviv Universiteti onu həmişə yüksək qiymətləndirir və istedadlı məzunu ilə fəxr edirdi. Bir anlığa təsəvvür edək ki, o uzaq ölkələrdən onu yad etmək, ziyarət etmək, baş sağlığı vermək üçün onlar Ordubada gəlmişdilər. Azərbaycan Respublikası onu və onun kimi istedadlı gəncləri həmişə özünün dəyərli xəzinəsi və gələcəyi hesab edir. Onları daim irəli çəkir. İkinci Ceyhun Hüseynov Tofiq oğlu ana vətən yolunda, torpaq yolunda həyatını itirdi. Postda ikən qəfil güllə onun həyatını əlindən aldı. O həyatdan getsə də hamı onu yaxşı tanıyır. Qeyrətinə, qabiliyyətinə, istedadına və hünərinə görə çox sevirdi. Təəssüf ki, onun əziz günlərini, xoş günlərini ata-anası, bacı-qardaşı, əzizləri görmədilər. Lakin onun bu qısa 25 illik şərəfli ömrü, işıqlı siması xatirələrdə və bugünkü kimi xoş tədbirlərdə daim yaşanacaq, daim danışılacaq. Ədəbi əsərlərdə, abidələrdə özünə yer tutacaq, daim yaşayacaqdır. Hamı gözləyir ki, o həqiqi hərbi xidmətdə olarkən, borcunu yerinə yetirərkən, vətən keşiyində dayandığı anda, hərbi xidmətini başa çatmasına 20 gün qalmış,
həyatını verdiyi üçün öz layiqli qiymətini və adını alacaq və bununla da öz layiqli yerini tutacaqdır. Bunu dövlətimizin ordumuza, şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına, bütün vətən yolunda həyatını itirənlərə verdiyi dəyərlər həmişə sübut edir. İndi isə biz ata-anası, bacı-qardaşı, əzizləri, yaxınları, onu qəlbən sevənlər, buraya gələnlər başımızı uca tutmalı, qürrələnməli, fəxr etməli. Onun ad günlərini, şad günlərini, əldə etdiyi nailiyyət günlərini həmişə yüksək əhval ruhu ilə keçirməliyik. Bu da onun böyük ruhuna rahatlıq gətirəcək, onu sevənlərin qəlbində həmişə yaşayacaqdır. Həmişə yaşa, həmişə var ol, Ceyhun həmişə bizimlədir. Sağ olun, bu məclisə gəldiyinizə görə sağ olun.